Azəri Günelin bir maraqlı açıqlamasına rast gəldim. Deyir ki, dedikodu etməyin, tez qocalarsınız. Yəni qeybət etməyin, tez qocalarsınız. Azəri Günel, siz dedikodu etmirsiniz? Heç etmirsiniz? Bu show biznesdə indi deyəcəksiniz, yox mən Türkiyə show biznesində deyiləm, Türkiyədə show biznesdəyəm. Elə oradakı dedikodular bizimkindən də yamandır. Güya orada dedikodu yoxdur. Seda Sayan çıxıb bir verilişdə deyir ki, mən hansısa müğənninin evinə getmirəm, onun evi qoxusu var evində, pişik saxlayır. Nə bilim, bir başqa müğənni deyir ki, Müge Anlı'nın verilişi imkanım olsa bir dəqiqəyə bağlatdıraram, dayandıraram yayımını. Orada dedikodu bizimkindən də çoxdur, amma bizdə də daha çoxdur, bizdə də var. İndi siz iki show biznesin içindəsiniz, həm Türkiyədə, həm burada. Mən düşünürəm sizin dedikodunuz, Azəri Günelin dedikodusu hamından çoxdur. Çünki iki show biznesin arasında qalmısan, Azərbaycan və Türkiyə. Mən düşünürəm ki, siz daha tez qocalacaqsınız. Bəzən yorumlara baxıram sizinlə bağlı. Çünki əməliyyatdan sonra ümumiyyətlə siz Azəri Günel deyilsiniz də, başqa bir Günelsiniz. Orada yazırlar. Günel bu doğrudan mı Azəri Güneldir? Bu doğrudan mı Azəri Güneldir? Yavaş-yavaş belə dedikodular yaranır. Siz etməyin dedikodunu. Siz cavan qalın. Eybi yoxdur. Biz edək dedikodunu. Biz qocala.